Salam dostlar, bugün Araş şirkətinin baş sponsorluğu ilə çəkilən Dərindən söhbətlərə xoş gəlmisiniz. Bugünkü mövzumuz bir çox xanımların maraqlandığı mövzu olan botoksdur. Qonağımız isə Sevinç Abdullayevadır. Sevinç xanım, necəsiz? Çox sağ olun. İlk öncə hamını salamlayıram və bu dəvətə görə sizə böyük bir minnətdarlığımı bildirmək istərdim. Sevinç xanım, suallarımıza keçmədən öncə biraz özünüzü təqdim etməyinizi istəyərdik. Bu sahəyə necə başlamısınız? Bildiyinizə görə mən Sevinç Abdullayeva artıq 20 ildən çoxdur estetik təbabətdə çalışıram. Tələbələrim var. Uzun illərdir tələbələri buraxıram. Bu sahədə öz klinikamın rəhbəriyəm. Happy Skin klinikasının rəhbəriyəm və belə deyim də məncə yaxşı bir həkiməm. Doktor, bildiyinizə görə bugünkü mövzumuz botoksdur. İlk öncə istərdim ki, izləyicilərimiz üçün botoksun nə olduğunu izah edəsiniz və hansı işləmə prinsipinin, hansı mexanizmlə işlədiyini öyrətsəz çox yaxşı olardı. Botoks deyiləndə biz əslində botulinum toksin və yaxud neyroproteinin təbabətdə və estetikada yüksək dərəcədə təmizlənmiş və təhlükəsiz bir formasını nəzərdə tuturuq. Ümumiyyətcə, botulino toksin tipdə artıq 30 ilə yaxındır istifadə olunur. Daha doğrusu estetikada 30 ilə yaxın istifadə olunur. Amma tipdə keçmiş əsrin 40-cı illərində başlayıblar onu araşdırmağa, bu maddəni. Və yalnız 70-ci illərin axırında bəzi pasientlara çəpgözlük səbəblərində bu preparatı yeridəndə əslində xanım pasientlər sevinə-sevinə həkimlərin yanına gəlirdi, deyirdi, doktor, mən bu prosedurdan sonra gözəlləşirəm, qırışlarım açılır və həkimlər bu məqamı nəzərdə tutdular və araşdırmalara başladılar. Əslində iki cütlük, ər-arvad Karuters cütlüyü biri dermatoloq idi, o birisi oftalmoloq idi. Bu preparatı estetikada istifadəsini başladılar və artıq dediyimə görə 30 ildir estetikada istifadə olunur botulino toksin və məncə nömrə 1 preparatdır. Çox maraqlı oldu. Sevinç xanım, bir də mənim üçün çox maraqlıdır ki, botoks dedikdə ən çox alındakı üfüqi çizgilərdir, daha sonra qaş arasındakı qırışlardır. Yəni bunlar üçün tətbiq olunduğunu görürük. Bəs bundan əlavə başqa hansı sahələr üçün botoks tətbiq olunur? Çox gözəl bir sualdır. Çünki çox vaxt mənim yanıma pasientlər yaxınlaşır və deyirlər, doktor, biz full face botoks istəyirik. Mən deyirəm çox böyük məmnuniyyətlə və başlayıram işarə qoymağa boğaz nahiyəsinə, aval nahiyəsinə. Pasient quruyub baxır mənə, deyir ki, bu axı full face deyir. Deyirəm ki, bir dəqiqə, full nə deməkdir? Tam, ümumi. Və üz yalnız alından ibarət deyir axı. Yəni əslində botulino toksin, yəni botoks daha sadə deyək, yalnız alın nahiyəsinə yox, qaş arası, alın, göz ətrafı, biz bildiyimiz nahiyələrə yox, həmçində aval nahiyəsinə, yəni boğaz nahiyəsinə, boğazda deyəndə biz platizma botoks deyirik və yaxud Nefertiti botoks belə bir ifadəmiz də var. Nefertiti deyiləndə nə yadımıza düşür? Gözəl xanım, boğazı gözəl, qaməti gözəl xanım və biz bu texnika ilə belə bir gözəllik xanımlara bəxş edirik. Boğaz, ondan sonra çənə nahiyəsi, qəmginlik qırışları, DAO deyilən depressor angulus oris, bu əzələləri biz yeridirik və o qəmginlik ifadəsini üzdən itiririk. Burunun qaldırması, burnunun kiçilməsi də hətta belə bir balaca sir deyim, botulino toksin burun nahiyəsinə vurulanda o artıq şişkinliyi götürür. Biz demək olar lipolitik effekt veririk xanıma. Ondan yanaşı botoks çox böyük uğurla dermatologiyada istifadə olunur. Məsələn, botulino toksini biz rozasiya deyilmiş bir problem var. Üzdə
qızartılı kapilyarların görünməsi, biz onu istifadə edirik, gözəl bir nəticə əldə alırıq. Alopeziyanın, yəni artıq saç tökülmənin, patoloji saç tökülmənin müalicəsində də istifadə olunur. Boğaz, üzr istəyirəm, boyun ağrılarına, arxa boyun ağrıları, biz ona Barbie botoksu deyirik. Düzdür, bu marketinq bir ifadəsidir. Amma əslində niyə Barbie? Yəni Barbie'nin qaməti çox gözəldir və biz trapeziya əzələsinə botulina toksini yeridəndə belə bir nəticəni verir və bizim pasientləri ağrıdan xilas edirik. Miqrenin müalicəsində nevroloqlar onu çox uğurla istifadə edirlər və hətta bədəndə müəyyən problemləri də aradan götürmək üçün botulina toksini biz istifadə edə bilərik. Gördüyünüz kimi istifadə qaydası çox genişdir. Çox möhtəşəm bir nəticələr əldə ala bilərik. Sevinç xanım, araşdırarkən hətta gördüm ki, tərləməyə qarşı da istifadə olunur. Əl içi, qoltuq altı nahiyəsi üçün də istifadə olunur. Yəni bunun üçün də effektlidir. Düz dediniz, mən unutdum və çox onu istifadə edirəm öz pasientlərim üçün. Hiperhidroz deyilən bir problemdir. Həddindən artıq pasientlərimizdə həm bəylərdə, həm xanımlarda, bəzi vaxt bəylər çəkilinlər, gəlmirlər belə prosedurlara, amma əslində bu müalicəvi bir prosedurdur. Tərlənməni aradan götürür və pasientlər çox sevinir. Yəni deyirlər ki, bizə ikinci bir həyat bəxş edirsiniz. Sevinç xanım, elə Barbie botoksdan danışmışkən istərdim ki, bu sualı da verim. Yenə araşdırarkən gördük ki, Barbie botoksdur, Nefertiti botoksdur. Yəni botoksun bir neçə növünü kosmetoloqların səhifəsində görmək mümkündür. Mənə maraqlıdır ki, bu marketinq mifidir, yoxsa həqiqətən də bunların istifadə qaydası, daha doğrusu tətbiq sahəsi fərqlidir? Bəli, çox vaxtı o adlar daha çox marketinqdir. Yəni hər bir prosedura bir ad qoyuruq ki, pasientlərimizi cəlb edək. Əslində bu adın altında düzgün nahiyələrə, lazım olan nahiyələrə botoksun tətbiqidir. Trapeziya botoksu, trapeziya əzələsinə mən ondan öncə danışdım. Buna biz Barbie botoksu deyirik və səbəblərini də dedim. Hətta Labuten botoks da var. O nə olur? Nə olur? Məsələn, çox vaxtı xanımlar yüksək daban ayaqqabıda gəzəndə ağrı hiss eləyirlər və ayağın daban hissəsinə müəyyən texnikalarla botulu toksin yeridilir və bu ağrılardan xanımlar xilas olur. Aha, maraqlıdır. Bəli. Labuten niyə? Labuten bildiyinizə görə ayaqqabıdır, brendidir və onun qabılı çox narahat bir ayaqqabıdır. Gözəldir, amma çox narahatdır. Dabanları çox yüksəkdir. Ona görə bu ad verilibdir. Sonra baby botoks. Əslində baby botoks nə deməkdir? Baby uşaqdır. Yəni az miqdarda biz istifadə edirik preparatı və cizgilərini tam, əzələlərini tam söndürməyərək yüngül bir nəticə veririk. Doktor, hal-hazırda botoks beynəlxalq statistikaya görə ən çox istifadə olunan qeyri-estetik prosedurdur. Bəs sizcə botoksun bu qədər məşhurlaşmasının səbəbi nədir? Məncə 10 dəqiqə ərzində, hətta ondan da tez, bəzi mənim bir pasientim deyib ki, mən kofemi hələ içmədim, sən artıq proseduru qurtardın. Yəni fasilə zamanı xanımlar gəlib prosedur edə bilər. Heç bir ağrı hissiyyəti yoxdur. İz saxlamır. O belə deyim də, prosedurun komfort tərəfləridir. İkinci, nəticəsi hətta bəzi vaxtı cərrahiyə yaxın bir nəticə verə bilərik. Bəzi vaxtı hətta cərrahi əməliyyatlardan sonra botoks verən nəticəni biz əldə almırıq. Mimikada, axı mimikanı cərrahi üsullarla biz söndürə bilmirik. Düzdür, biz bu mimikaya təsir edirik botoksla, botula toksindən və gözəl həkimlərin, professional həkimlərin əlində cürbəcür nəticələr almaq olar. Qaş qaldırmaq, yəni bu qəmginlik ifadəni üzdən götürmək, üzdən bu yorğunluq ifadəsini götürmək, yəni cürbəcür nəticələr, pasientlər də ona görə məmnun qalır və bu proseduru sevirlər.
Doktor, baxmayaraq ki, botoks bu qədər yayılıb, amma botoksdan qorxanlar da, çəkinənlər də heç də az deyil. Hətta botoks əvəzləyici kremlərdir, məhlullardır, serumlardır, bunlardan istifadə edirlər və nəticənin eyni olacağını gözləyirlər. Mən maraqlıdır ki, ümumiyyətlə botoks qorxuludurmu və ya hansı hallarda botoks qorxulu ola bilər? Mən bu suala deyə bilərəm, hər bir atdığımız kimi botoks da qorxuludur. Yəni nisbəti. Niyə qorxuludur? Çünki bu tibbi bir maddə, farmakoloji maddədir daha doğrusu. Və qeyri-professionalların əlində təbii ki, problem yarada bilər. Amma yenə də mən deyirəm, xanımlar, hətta sizdə problem yaransa da, bu problem tezliklə aradan keçir. Yəni botoksun təsiri əzəliyə maksimum 4-6 aydır. 4-6 aydan sonra təsiri tamamilə keçir və əzələ qayıdır öz vəziyyətinə. Ondan yanaşı ən böyük təhlükə bizim ölkədə məncə sertifikat olunmamış preparatları istifadə eləmək. Yəni qeyri-məişəli bilinməyən preparatın adı nədir, hansı ölkədən gəlibdir, o bizim belə deyək də professional həkimlərin dərdidir. Çünki niyə? İlk öncə pasiyentlər özlərinə təhlükə yaradırlar. O bir, o təhlükə ilə, məsələn, problemlə bizim yanımıza gəlirlər ki, biz bu problemi aradan götürək. İkinci, axırıncı zamanlar çoxu pasiyentlər şikayətlənirlər ki, preparat, yəni gəlirlər yanıma, məsələn biz sertifikat olunmuş preparatı yeridirik və bu preparat az qalır. Niyə? Mən başlayıram araşdırmağa. Siz məndən öncə hansı preparatları yeritmisiniz? İnanın ki, bunlar preparatın adını da bilmirlər. Hətta mənə deyirlər ki, məsələn, hansısa belə deyək də, tanınmayan ad mənə deyirlər və mən araşdırıram, görüm bu preparat saxta bir preparatdır və əsas da problem nədədir? O saxta preparatların tərkibində botulina toksinin miqdarı bilinmir. O da bizdə nə problemi yaradır? Məsələn, biz bilirik ki, bir nöqtəyə 2 vahid yeridilməlidir normal preparatda. Bu preparatda 2 vahid yeridilir və nəticədə ptoz alınır. Yəni preparat başlayır yayılmaya lazım olmayan nahiyələrə, əzələlərə və ptoz yaranır. O bir. İkinci, bu preparatın içində zülal, stabil etmək üçün zülal var, insan mənşəli zülal, albumin. Sertifikat olunmuş preparatlarda albumindir və biz onun miqdarını bilirik. Bu albumin təmizlənib, belə deyək, virus təsiri azalıbdır və bizə təqdim olub preparatda. Bu qeyri-mənşəli preparatlarda biz bilmirik. Nə mənşəli albumindir, bunun miqdarı nə qədərdir və nəticədə yəqin ki, siz görürsünüz, axır illərdir pasiyentlarda anafilaktik şoka qədər çatır fəsadlar. Yəni botulotoksin əslində allergiya verməli deyil, amma pasiyentlarda allergik reaksiyalar, hətta anafilaksiyalar, preparatın bütün orqanizma yayılması müşahidə olunur. Hətta botulizm deyilən bir xəstəliyinin simptomları baş verir. O da nədən nəticədədir? O da düzgün istifadə olunmayan preparatı istifadə edirlər, düzgün olmayan dozalar istifadə eləyirlər və nəticədə pasiyentlər qorxu yaranır. Yəni ona görə əziz pasiyentlərim, əziz xanımlar, bəylər, çox diqqətli olun, tələb eləyin öz həkimlərinizdən. İlk öncə həkimin yanına gedin, o haqda mən heç danışmaq istəmirəm. İkinci, sertifikasiyadan keçmiş lisenziyalı klinikalara müraciət eləyin və üçüncü, tələb eləyin, preparatı sizə təqdim etsinlər, göstərsinlər. Hətta siz o preparatın sertifikatını da tələb eləyə bilərsiniz. Çünki rəsmi kompaniyalar bizə sertifikatı təqdim edir, biz də pasiyentlarımıza göstərə bilərik. Ondan sonra heç bir problem yaranmayacaq. Onda heç bir qorxunuza ehtiyac qalmır. Sevinç xanım, yan təsirlərdən danışmışkən belə miflər dolaşır ki, botoksdan sonra müvəqqəti korluq və ya üz əzələlərində iflic əmələ gəlir. Mənə maraqlıdır ki, bu həkim səhvidir, yoxsa preparata görə bunlar yaranır və ya bu sadəcə miflərdir? Bu suala cavab vermək üçün botulotoksin, botoksunun təsiri necə baş verir bizim orqanizmdə? Yəni sinir impulsu sinir ucuna çatanda
belə bir maddə ifraz olunur, asetilxolin. Botulotoksin, yəni botoks, bu asetilxolinin ifrazını öldürür. Yəni müəyyən zülal var, o zülalın miqdarını azaldır, sinir zülalı və asetilxolin nəticədə ifraz olunmur və bu səbəbdən əzələnin hərəkəti müəyyən vaxt dayanır. Yəni biz əzəliyə botulotoksinlə, botoksla təsir etmirik. Biz bu maddəyə, asetilxolina təsir edirik. Botoks o asetilxolini müəyyən vaxt azaldır. O ifraz olunmur və əzələ belə deyək, rest eləyir, dincəlir. Biz üz əzələlərimizə spa prosedur veririk də. Yəni 4-6 ay əzələ dinc vəziyyətdə qalır. Və dediyinizə görə körlük mifi o mifların mifidir. O mümkün deyil. Yəni bu göz əzələsinə heç bir təsir etmir. Göz sinirinə daha doğrusu təsir etmir. Bəlkə bu mif hardan yaranıb? Düzgün istifadə etməyəndə, düzgün preparat, necə öncədən mən danışdım, düzgün preparat istifadə etməyəndə, qeyri-professionallar dozaları bilməyəndə, anatomiyanı üzün bilməyəndə ptoz yarana bilər. Ptoz da nə deməkdir? Göz qapağının müəyyən miqdarda düşməsi və onun nəticəsində bir neçə müddət görmək qabiliyyətində çətinlik baş verir. İnsan kör olmur. Sadəcə göz qapağı bağlanır, az və yaxud kimdəsə çox və 4-6 ay ərzində əgər hansısa tədbirlər göstərməsə həkim, bu qalır, amma öz başına müəyyən müddətdən sonra keçib gedir. Yəni körlük, qəti qadağan baş vermir. Və yenə də təkrarlayıram, bu nədən baş verə bilər? Qeyri-professionallar, həkim olmayan anatomiyanı bilməlisiniz. Mütləq anatomiyanı bilməsəz, mən indi nə qədər olmasa da yenə də əzələlərdən danışıram, əzələlərin adını deyirəm. İnanın ki, mən indi sizlə danışıram botoks haqqında və sizin bütün əzələləri görürəm. Yəni o bizim professional bir vərdişimizdir. Məncə hər bir həkim elə olmalıdır, yəni ayrı cür ola bilməz. Amma təəssüflər olsun ki, sırf bu botulotoksin, botoks prosedurunu qeyri-professional daha çox istifadə edir və ikinci bizim dərdimizdir həkimlərin. İnanın ki, 50 manata, 100 manata tam bütün üzə botoks tətbiq edəndə bu nə ola bilər? Yəni burada ya su vurur, teki su olsun, heç bir fəsad olmasın və yaxud o ucuz qeyri-mənşəli preparatları yeridir və belə bir fəsadlar olur və nəticədə insanlarda qorxu yaranır. Mən də xanımam, mən də hamını başa düşə bilirəm. Mən bir pasiyent kimi olsam, mən də belə bir qorxu məndə yaranar. Çünki təbii ki, mən həkimə gəlirəm, mən həkimə inanıram və mən elə bilirəm ki, həkim mənə ziyan verməməlidir. Və belə olmalıdır. Ona görə də bizim pasiyentlər qorxurlar və botoks prosedurundan vaz keçirlər. Sevinç xanım, yan təsirdən yəni danışmışkən, belə bir yan təsir də var ki, məsələn, qaşa tətbiq etdikdə qaşın bir hissəsi daha çox qalxır. Mənə maraqlıdır ki, yəni həmin nahiyəyə daha çoxmu botoks tətbiq olunur? Ona görəmi qalxır? Yox, ondan asılı deyir, düzgün texnika seçilməyibdir və biz öncədən məsələn pasiyenta baxırıq, kimisə bir qaşı, bir tərəfi daha yuxarıdadır, asimetriya var üzlərdə. Yəni onu gərək nəzərdə tutmalıyıq. Yəni botoksla biz o asimetriyanı düzəldə bilərik. Və onu nəzərdə tutanda heç bir problem olmur, amma yenə də belə pasiyentlər var ki, məsələn əməliyyatdan, endoskopik əməliyyatdan sonra əzələləri biz bilmirik necə özlərini aparacaqlar. Hətta bir il keçir, yenə də ora nəsə olunubdur, əməliyyat olunubdur. Əzələ tam öz belə deyək, innervasiyasını dəyişibdir. Orada belə bir hallar ola bilər, amma professional həkim o
problemi aradan tez götürür. Ona görə mən çox vaxt pasientlarıma deyirlər, ilk prosedura gəlirsən və 2-3 həftədən sonra yanıma yenə də yaxınlaş check-up üçün. Baxaq harda nə problem var. Problem demək olmaz, estetik problem, yəni səhhətinizlə bağlı problem yox, estetik. Nəsə hardasa bir qaş biraz aşağı, biraz yuxarıdır və yaxud hansısa əzələ daha yüngül bloklanıbdır. Biz onu aradan götürürük və hər zaman deyirəm, botulotoksində siz pasientlarda ilk öncə daha az dozaları istifadə edin ilk prosedurda. Sonra 2-3 həftədən sonra yaxınlaşıb onu əlavə edə bilərsiniz. O daha düzgündür. Sevinç xanım, keyfiyyətsiz məhsullardan, qeydiyyatсыз məhsullardan danışmışkən bunu da soruşmaq istəyirəm ki, bəzən insanlar düşünürlər ki, keyfiyyətsiz məhsullar daha çox bizim qonşu ölkələrdən gələn məhsullardır və onların effekti yoxdur. Ümumiyyətlə belə bir şey varmı ki, sırf bu ölkələrin botoksu daha yaxşıdır və ya botoks seçərkən bunu nəzərə almalıdırlarmı? Mənim üçün əsas məqam odur ki, bizim ölkəyə preparat mən tanıyan artıq neçə illərdir Azərbaycanda öz fəaliyyətini göstərən firmalardan, kompaniyalardan gətirilən preparat olsun. Bildiyinizə görə botoks, botulotoksin farmakoloji bir preparatdır və məncə o düzgündür. Uzun müddətli yoxlamalardan keçib, ondan sonra bizim ölkədə təsdiq olunur və bizim həkimlərə istifadə üçün icazə verilir. Və sertifikasiya keçmiş preparatlar, belə deyim də 100% əmin ola bilərsiniz ki, onlar heç bir təhlükə yaratmır. Həmçinin də preparatlar, belə deyək də, biz araşdırırıq, yəni internet var, yəni dünyada belə deyək, artıq tanınmış preparatlardır, hansın ki adlarını biz gündən günə eşidirik və bilirik ki, o preparatlar 100% keyfiyyətlidir. Amma bir məqam da var. Dediyinizə görə qaçaq mal vasitəsilə Azərbaycana yəqin ki, kimsə cibində, yəni çantasında preparat gətirə bilər. Bildiyinizə görə preparat botulotoksin soyuq zəncir preparatdır. Onun gətirmək qaydaları çox ciddidir. Çox ciddidir. Yəni və rəsmi kompaniyalar bu hamısı qaydalara riayət edir və bizə təqdim edir. Amma belə yollarla gətirilən kompaniyalar təbii ki, o qaydalara riayət etmirlər və nəticədə bir problem yarana bilər. Hətta o tanınmış preparatları da belə bir yolla gətirəndə problemlər yarana bilər. Ona görə mütləq və mütləq sertifikasiyadan keçmiş preparatlara üst tutun və onları istifadə etməyə mən tövsiyə edirəm. Mən özüm də bu sahədəyəm və yəni qeydiyyat prosesi həqiqətən çox uzundur. Xanımlarımıza və pasientlərə bu məsləhət görmək istərdim ki, ümumiyyətlə həkimin yanına getdikdə və botoksun adını öyrənmək istədikdə qeydiyyatdan keçibmi, keçməyibmi bunu bilmək istəyirlərsə, Səhiyyə Nazirliyinin hal-hazırda səhifəsi var. Girib həmin dərman preparatının adını yazaraq onun sertifikatının olub-olmadığını da müəyyənləşdirə bilərlər və can rahatlığından bu preparatı istifadə edə bilərlər. Siz nə gözəl bir dedim, heç xəbərim yox idi. Belə bir Səhiyyə Nazirliyinin belə bir təşəbbüsü var. O gözəl bir təşəbbüsdür. Çünki pasientlara mən də onu deyəcəm, tövsiyə edəcəm ki, girib baxsınlar. Bizim işimizdə də o böyük bir köməkdir. Sevinç xanım, əslində özümün də çox maraqlandığı bir mövzudur bu. Bəzən düşünürəm ki, botoks edimmi, etməyimmi, bu yaşda olarmı? Bu kimi suallar yaranır və bilirəm ki, pasientlərin çoxu da bu sualları özlərinə verirlər. Ümumiyyətlə sizcə botoksun tətbiq olunması üçün müəyyən yaş aralığı varmı? Və siz nə məsləhət görürsüz? Sizcə botoks qırışların qarşısı alınsın deyə erkən yaşlarda mı tətbiq olunmalıdır, yoxsa artıq qırışlar yarandıqdan sonra və onları yox etmək üçün mü tətbiq olunmalıdır? Əslində biz bu proseduru
göstərişlə edirik. Yəni yaşa baxılmır. Məsələn, elə pasientlər var ki, az nadir hallarda mən görürəm, amma artıq 20-25 yaşında mimik aktivliyi çox böyükdür və onun nəticəsində bu dinamik qırışlar, dinamik yəni mimika zamanı qırış əmələ gəlir. Yəni qaşları çat edəndə, qaşlarını qaldıranda, təəccüblənəndə görürsən ki, orada qırışlar əmələ gəlir. Və onlar, əgər onlara təsir etməsək, məsələn 25 yaşdan sonra 30 yaşda artıq dəri quruyur, yəni kollagenin ifrazı azalmağa başlayır və onun nəticəsində bu dinamik qırışlar statik qırışlara keçir. Yəni pasient xanım oturur və artıq siz görürsünüz ki, qaşın arasında bir xətt var. Çapağa oxşayan xətt o qırışdır. Bu mimik aktivliyin nəticəsidir. Ona görə belə pasientlara biz profilaktik olaraq cavan yaşda məsləhət edirik botoks prosedurunu. Amma məsələn 30-35 yaşdan sonra kimi belə bir kurs yox. Məsələn 6 aydan bir, 4 aydan bir yox. İldə bir dəfə və az dozalarda. Və inanın ki, belə pasientlər edəndən sonra bir il bunun effekti qalır və bu qırış, bu aktivlik müəyyən qədər azalır. Doktor, bəzi şəxslər də qorxurlar ki, botoks tətbiq etdikdən sonra mimikalar görsənməyəcək, artıq onlar əvvəlki kimi mimikalarını istifadə eləyə bilməyəcək və daha belə durğun üzləri olacaq. Bəs mimikaları aktiv istifadə edib, amma eyni zamanda qırışların dərinləşməməsi üçün nə etmək olar? İlk öncə botulotoksin prosedurdan qabaq mən məsləhət edirəm üzə qidalandıcı prosedurlar eləmək. Yəni sırf mimikanı pozmaqla deyil axı cavanlaşma. Yəni dərin keyfiyyətini qaldırmaqla hansısa nəmləndirici prosedurlar edirik. Məsələn, biorevitalizasiyadır, egzosomlar ya sayrı kollagenoterapiya, kollagen ifrazını artırırıq və ondan sonra mən məsləhət edirəm botulotoksin proseduru. Amma siz dediyin kimi mən başa düşdüm siz nə deyirsiniz. Yəni çoxu pasientlər istəmirlər ki, üzləri donsun. Yəni o donmuş ifadə olsun və yaxud bəzi xanımlar gəlir ki, deyir, mən proseduru eləyəndən sonra sanki mən hər zaman sinirliyəm. Qaşlar qalxır, belə üzr istəyirəm, multikdakı olan belə multik ifadəm olur. Yəni o da nədən asılıdır? Yenə də təkrarlayıram. Sizin həkim, doktor anatomiyanı gözəl bilməlidir. Məsələn, bildiyinizə görə üzdə 2 cür əzələlər var. Levatorlar, hansı ki üzü qaldırır. Məsələn, alnın frontalis əzələsinin yuxarı nahiyəsi levatorlardır və üzün avalında levatorlardır. Dodaq kənarı bəzi əzələlər levatorlardır və depressorlar, hansı ki üzün aşağı düşməsinə cavabdehdir. Depressorlar daha çoxdur. Və biz məsələn depressor qaş arası, alnın aşağı nahiyəsinin əzələləri depressorlardır və s. çənə əzələləri və biz çox vaxtı depressorları söndürəndə heç levatorları əl vurmayanda biz o gözəl nəticə veririk. Amma biz təsəvvür eləyin, depressorları söndürək, levatorları söndürək, üzü tam söndürək, bloklayaq və onda ifadəmiz də qeyri-adi olacaq. Əcaib bir üz verə bilərik. Ona görə siz gərək çalışın ki, sizin həkiminiz təcrübəsi uzun müddətli olsun və anatomiyanı gözəl bilsin. Çox vaxtı yanıma aktrisalar müraciət edir. Mənim pasientlərim çoxu aktrisadır və onlar üçün tam ifadəni söndürmək qeyri-mümkündür. Çünki aktrisa öz üzün ifadəsi ilə ekranda danışır, teatrda danışır və o ifadəni götürmək belə deyək, böyük bir qəbahətdir. Ona görə düzgün, amma onu edəndə aktrisa da xanımdır, o istəyir ki, cavan qalsın və biz onu düzgün edirik proseduru və heç bir problem yaranmır. Doktor, yaşdan danışmışkən bunu da soruşum. Bəs hansı yaşdan sonra botoks təsir göstərmir? Yəni 60 yaşdan sonra botoks təsiri necə olur? Çox gözəl sualdır. Çünki çox vaxtı mənim yanıma artıq 50-45 yaşda yaxınlaşırlar. Deyirlər ki, mənə botoks elə tezdir. Mən deyirəm ki, botoks artıq sənə gecdir.
Niyə? Çünki bu insan üzündə heç bir müdaxilə etməyib. Yəni dərisinin keyfiyyətini, dərisinin gözəlliyini artırmayıbdı və yalnız gəlib ilk dəfə 50 il ərzində ilk dəfə yanıma mən botoks istəyirəm ki, üzüm dartılsa sanki mən əməliyyat etmişəm. Təbii ki, o nəticə olmayacaq, olacaq yüngül nəticə. Amma gözlədikləri kimi olmayacaq. Bəli, gözlənilən kimi nəticə olmayacaq. Bəzi hətta vaxtı mən belə yaşlı pasientlara imtina edirəm, deyirəm etməyəcəm proseduru, başa salıram. Məsələn, göz qapağında dəri daha artıqdır, yəni qaşları daha düşübdür, çox düşübdür və onda biz və yaxud deyirəm ki, get blefaroplastika et, sonra yaxınlaş və yaxud deyirəm ki, məsələn, müəyyən ayrı prosedurları edək, biraz dərini bərpa edək, sonra botulotoksin proseduru edək və o pasiyenta deyirəm ki, bu prosedurdan sonra sən o istənilən nəticəni əldə almayacam. Yəni pasiyentlara yalan danışmaq olmaz. Olduğu kimi demək lazımdır. Ay biz bu prosedurla gözə gəlməyən bir nə bilim möcüzələr yaradacaq. Xeyr. Biz bu tipdir. Bu show biznes deyil. Bəzi vaxtı kosmetologiyanı show biznes eləmişik. Çox təəssüflər olsun və bu botulotoksin tibbin lap başında durubdu. Yəni bildiyinizə görə mən dedim ki, bu çox geniş tipdə istifadə olunur və bilmək lazımdır ki, bu tipdir və düzgün bunu istifadə etmək lazımdır. Sevinç xanım, bəxtlər onu da dediniz ki, blefaroplastika əməliyyatından sonra deyirəm ki, yanıma gəlin və daha yaxşı nəticə alaq. Yəni cərrahi əməliyyatdan sonra da hələ də ehtiyac olur prosedurlar etdirməyə. Əlbəttə olur. Çünki mimik aktivliyi cərrahi əməliyyatla təbii ki, söndürmək olmur və hətta blefaroplastikadan sonra, blefaroplastika nə deməkdir? Göz qapağının, yuxarı göz qapağının artıq dərisini aradan götürmək və onun nəticəsində qaşlar qalxmır. Mimika sönmür. Ona görə biz blefaroplastikadan məsələn 6 ay onu artıq cərrah deyir ki, get kosmetoloqun yanına və bəzi vaxtlar cərrahlar özü də eləyirlər bu proseduru müəyyən vaxtdan sonra və bu mimik aktivliyi söndür, daha gözəl nəticə əldə al. Sevinç xanım, bir başqa mifdən də danışmaq istəyirəm ki, bəzən deyirlər ki, botoksdan sonra qırışlarım daha da kəskinləşdi. Hətta ətrafımda da xanımlar var ki, deyirlər ki, botoks etdirdim, amma proseduru mütəmadiyyən etdirməyəndə sanki qırışlarım daha da kəskinləşir, dərim sanki sallanır. Sizcə bu düzgündür? Deməli, burada yaranır psixoloji asılılıq. Əslində qırışlar heç bir dərinləşmir. Çox vaxtı, hətta mən demişdim ki, çox vaxtı uzun müddət prosedur edəndə qırış aradan gedir. Biz güzgüdə 4-6 ay ərzində o gözəl görünüşə alışırıq. Və botoksun təsiri gedəndən sonra biz qayıdırıq o ilk vəziyyətimizə də, yəni botoksdan öncə vəziyyətimizə. Və bizə psixoloji olaraq elə gəlir ki, bizim üzümüzün cizgiləri daha kəskinləşib, qırışları daha kəskinləşib, əslində yox. Biz sadəcə qayıtmışıq öz öncəki vəziyyətimizə. Və yaxud uzun müddət botoks etməyəndə qocalma prosesi gedir. Axı heç kim qocalmanı dayandıra bilmir. Bəli. Nə əməliyyatlar, nə kosmetoloji prosedurlar, sadəcə biz biraz belə deyək də cüzi toxunuşlarla azacıq onu saxlayırıq və belə gözəl dəri bəxş edirik və ona görə bizim pasiyentlər onlara elə gəlir ki, biz ömrünün axırına qədər belə 25 yaşlı vəziyyətdə qalmalıyıq. Əslində elə olmur və botoksun təsiri keçir, biz qayıdırıq o vəziyyətə və bizə elə gəlir ki, biz botoksdan sonra qocalmışıq. Əslində yox. Sevinç xanım, botoksun təsiri neçə müddət davam edir? Bu məhsuldan mı asılıdır, yoxsa pasiyentdən mi asılıdır? Sizcə necə olur? Botoksun təsiri əslində 4-6 ay qalır. O asılıdır, amma yenə deyirəm ki, yenə də axır illərdir, onun təsiri çox az qalır. Onun faktorları, botoks çox incə bir prosedurdur, çox incə bir preparatdır. Çox sevirəm əslində bu proseduru. Amma
məqamlar çoxdur. İlk öncə pasientin orqanizmindən asılıdır. Müəyyən maddələr var orqanizmdə, onların çatmayanda botoks az qalır. Botoksun effekti az qalır. Məsələn, aktiv həyat tərzi aparan xanımlar, çox idmanla məşğul olan, məsələn, dietada oturanlar, onlarda da ehtimal azdır, qalmaq ehtimalı azdır. Sonra həkimlə də asılıdır. Məsələn, az dozalar botoksun konsentrasiya vuranda konsentrasiyasını çoxaldırlar, yəni natri xloru çoxaldırlar və o zaman botoksun konsentrasiyası çoxalır, o təsiri az qalır. Sonra mən ondan öncə danışdım ki, çox vaxtı bizim pasientlər qaçırlar ucuz prosedurlara və ucuz preparatları yedirlər. Orada da o botulotoksinin miqdarı çoxdur və orqanizmdə öyrəşmə baş verir və biz artıq sertifikat olunmuş preparatı yeridəndə orqanizm o düzgün, yumuşaq preparatı qəbul etmir və ona görə onu atır və preparat az qalır bizdə. Ona görə bu məqam bizdə böyük bir problem yaradır və pasientlər, məndə illərdir gələn pasientlərdir, çalışıram ki, onlar gedib qaçmasınlar, o ucuz botoksu edib gəlməsinlər yanıma. Çünki problem məndə də yaranır, pasient şikayətlənir ki, az qalır preparat və pasient özü də narazı qalır. Bax, bu məqamları əgər toplasaq, biz preparat 4-6 ay qala bilər. Doktor, bir sizin danışığınızdan yadıma düşdü ki, istilik, günəş, solyari kimi faktorlarda botoksa təsir edir. Bəs bu halda nə etmək lazımdır? Düzdür, botoks proseduru istini sevmir. Çünki botoksun təsiri nədir? Əzələni müəyyən müddət boşaldır, əzələ inkişaf eləmir və onun istilik, solyari, günəş şüaları o qan dövranını aktivləşdirir və əzələ tez bərpa olunur. Və bu demişkən, bu suala keçmişkən mən deyərdim ki, B qrupu vitaminləridir, B6 sırf botoksun təsirini azaldır, çünki əzələni bərpa edir. Sonra hansısa masaj prosedurları, spa prosedurları, yəni hər bir tədbir hansı ki əzələni bərpa edir. Fizioterapevtik prosedurlar yenə də o botoksun təsirini azaldır. Bax, bu qədər. Doktor, bəs siz pasientlərinizə nə məsləhət görürsünüz ki, botoksun effekti daha çox olsun? Məsələn, mən internetdə görmüşəm ki, botoksun əvvəl hansı qida əlavəsi idi yadımda deyil, amma onu qəbul etdikdə botoksun effekti daha çox olur. Bəs siz nə məsləhət görürsünüz? Düzdür, çink. Əgər qanda çink çatışmır, botoksun qalmaq müddəti azalır. Prosedurdan öncə çink pikanat, yəni həm dəriyə çox gözəl təsiri var, saça, dəriyə, həm də botoksun qalmaq müddətini çoxaldır, amma həkimin məsləhəti ilə onu qəbul eləyin. Yəni müayinələrdən keçəndən sonra, yəni nə qədər olmasa bioloji aktiv əlavədir. Qanda ferritinin azlığı da ona təsir edir və stres. Stres kortizolun miqdarını qanda çoxaldır və artıq o sübut olunub ki, stres olan xanımlarda, bəylərdə və yaxud botoksun qalma müddəti azalır. O artıq təsdiq olunubdur. Doktor, bəxtlərə fizioterapiyadan, masajlardan danışdınız və bunun botoksun qalıcılıq müddətinə az təsir göstərdiyini dediniz. Amma günümüzdə belə bir şey də var ki, üz yoqasıdır, üz masajları da çox geniş yayılıb və insanlar deyirlər ki, üz yoqası edərək mimikaları dondura bilərik. Bu həqiqətən effektivdir? Mən bu tədbiqlərə çox əleyhinəyəm. Çünki bunun sübutu yoxdur. Bildiyinizə görə üzdə əzələlər bizim bədəndəki kimi əzələlərin quruluşu deyil. Yəni əzələ məsələn bədəndə bir tərəfdən başlayır, o birisi tərəfdən qurtarır. Üzdə isə əzələnin əvvəli sümükdədir, əzələnin sonu dəridədir. Yəni əzələ aktivdir, hər zaman tərpənir və bu əzələni idman, siz deyən idman, məncə face fitness-də. Yəni bu idman hərəkətləri ilə
bu əzələni dəyişdirmək mümkün deyil. Yəni həmin əzələləri gücləndirmək mümkün deyil. Gücləndirmədir. Bəs bəlkə müəyyən qədər siz gücləndirəcəksiniz, müəyyən vaxt o zaman hansı ki siz onu edirsiniz, amma gələ bilməlisiniz ki, ömrü boyu səhər axşam bunu etməlisiniz. Onu kimsə eləyir. Məncə onu eləyən dünyada belə barmaqlarım çatar ki, o adamları mən vurğulayım. Və bir gülməli bir belə bir şey də var, açıqlayım deyim. Mənim yanıma adını deməyəcəm bir pasiyent gəlir, hansı ki Instagramda, yəni belə öz bloqunda Face Fitness'dan danışır, gəlir botoks da eləyir mənim yanıma. Çox belə sirli və gedir. Yəni belə bir şeylər mən inanmıram bu Face Fitness'a. Doktor, bəs hər ikisini birlikdə etmək necə effektiv olacaq? Mənası yoxdur axı. Yəni siz artıq botoksla söndürmüsünüz hansısa əzələləri və siz o hərəkətlərlə əzələlərin təzədən aktivləşdirəcəksiniz. Doktor, belə bir sual da verim ki, məsələn bir insan 5-10 il ərzində mütəmadi olaraq botoks prosedurlarını edir. Bəs bunun təsiri necə olacaq? Yəni onun qırışlarında artıq azalma olacaqmı? Bəli, uzun müddət əgər proseduru etsəz, pasiyentlərimiz etsə və sanki siz o əzələni sakit vəziyyətdə saxlayırsınız, əzələ aktiv deyil və əzələ o mimik hərəkətlərini etmir və təbii ki, qırış o nahiyədə əmələ gəlmir. Bəli. Doktor, indi sualımı əksinə verim. Heç prosedur etdirməyən insanda bəs yaşlanma necə olacaq? Təbii yolla. Necə bunun genlərində yazılıbdır bu, DNK-sında yazılıbdır. Yəni təbii yolla sadəcə bu insan çalışmalıdır, mimikasını çox istifadə eləməsin danışıqda. Bu da mümkünsüzdür. Hə, yəni o da mümkün deyil. Biz insanıq, biz mimika ilə yaşayırıq, mimika ilə danışırıq. Mimik ifadələrimiz çox önəmlidir bizlərdə, əslində qadınlarda. Ona görə heç bir şey faciə olmayacaq. Sadəcə təbii yaşlanacaq. Bəli. Doktor, bəs bizim analarımız, nənələrimiz, yəni botoks etdirməyiblər. O vaxtda bu prosedurlar bu qədər geniş yayılmamışdı və onlardan tez-tez də bunu eşidirik ki, biz heç nə eləməmişik, amma biz sizin yaşınızda daha cavan görsənirdik. Bəs buna baxışınız necədir? Əslində mən deməzdim onlar bizdən cavan görsənirlər. İndi siz qoca nənələr küçədə çox görmüsüz. Məsələn, mən uşaqlıqda qoca nənələri çox görürdüm. Amma indi artıq qoca nənə yoxdur. Hamısı hər bir xanım özünə qulluq edir. O bir. İkincisi isə biz nəslin həyat tərzi tam fərqlidir onların həyat tərzindən. İlk öncə biz gün ərzində şua altındayıq. Telefonlarımız, kompüter, onun təsiri çox ziyanlıdır. Hər bir şəxs çoxu bax indi biz oturmuşuq safetlərin altında. Onu bilirsiniz ki, təsiri çox ziyanlıdır. Sonra bizim mamalar, bax məsələn mənim mamam indiyə qədər gündən özünü qoruyur. Bizim nəsildə isə dəbdədir. Solarik. Gün zaqarı, məsələn mən o günün ultrabənövşəyi təsirinə çox əleyhinəyəm və hər zaman xanımlara deyirəm özlərinizi qoruyun. Çünki botoks öz yerində, amma o günəşin təsiri kolageni fotokocalma deyirik. Kolageni dəridə azaldır və dəri vaxtından tez qocalır. Və bu faktorları götürsək və əsas da faktor odur ki, o vaxtlar nə qədər olmasa bizim qədər stres orqanizmdə yoxdur. Yox idi daha doğrusu. Və ilk öncə o stres dərini tezliklə qocaldır və bizim ayrı çarəmiz yoxdur. Biz kosmetologiyaya üzümüzü tutaq və üzümüzü heç olmasa biraz bir gözəl saxlayaq. Doktor, bəs ilk dəfə botoks üçün müraciət edən pasiyentlərinizə nə məsləhət görürsünüz? Və ya öz təcrübənizdə ilk dəfə sizə müraciət edən pasiyentlərin ən çox soruşduğu suallar nələrdir? İlk dəfə pasiyent gələndə yanıma, mən təbii ki, məsələn, çox vaxt pasiyent gəlir, mən botoks istəyirəm. Mən baxıram, bu pasiyenta ehtiyacı var, botoks proseduru yoxsa yox və yaxud ayrı prosedurlar ona ehtiyacı var. Çox vaxt cavan qızlar gəlirlər, mimik əzələlərini sakitləşdirmək üçün yox. Məsələn, istəyirəm ki, qaşım qalxsın. Yəni niyə? 20-23 yaşında qaşın niyə qalxmalıdır? Sən artıq sənin bu individual görünüşündür, səni
Allah belə yaradıb, bu sənin individuallığındır. Niyə sən özünü oxşatmaq istəyirsən, məsələn, kiməsə? Yəni onu mən çalışıram ki, bu xanım etməsin və onu ayrı bir yüngül prosedurlara yönəldirəm. Və o ki qaldı pasientlər məsələn nə ilk sualları nədir botoks proseduruna gələndə deyirlər doktor xahiş edirəm ki, üzüm donmasın, üzün ifadəsi qalsın, o qeyri-hirsli ifadə olmasın. Çünki onlar yaxşını axı görmürlər. Məsələn siz proseduru edirsiniz, görmürsünüz ki, bunda botoksdur. Yəni çünki üzü gözəldir. Yəni heç bir problem yoxdur üzündə. Biz gördüyümüz pis prosedurun pis nəticəsidir. O da qaşlar çox qalxır, o da belə deyək də qəmgin belə qeyri belə ifadə olur üzdə və yaxud fəsadlardan hələ danışmaq istəmirəm. Fəsadlar ola bilər. Ona görə ilk pasientin qorxusu, doktor xahiş edirəm ki, prosedurdan sonra mənim üz ifadəm tam dəyişilməsin, yalnız mimik aktivlik azalsın. Bax belə. Sevinç xanım, yəqin ki, sizə bu sualda çox verirlər. Botoks və dolğu arasındakı fərq nədir? Bildiyimə görə hər ikisi də qırışlar üçün istifadə olunur. Bəs nə zaman biz botoks istifadə etməliyik, nə zaman fillerlər? Filler itmiş həcmi üzdə qaytarır. Məsələn, yanaq nahiyəsində, dodaq nahiyəsində və s. Botoks isə biz artıq onun haqqında çox danışdıq. Botoks əzələnin aktivliyini, mimik aktivliyini sakitləşdirir və onun nəticəsində əgər düzgün tətbiq etsək, qaşları məsələn qaldıra bilər, gözləri daha aça bilər və məsələn qəmginlik ifadəni götürə bilər. Onların fərqlər böyükdür. Biri belə lor dildə deyək, sadə dildə deyək, biri doldurur, itirmiş həcmləri qaytarır, o birisi isə mimik aktivliyi söndürür və lazım olan nahiyələrdə lifting effekt verir. Doktor, günümüzdə çox sayda kremlərdir, serumlardır var ki, hansı ki iddia edir ki, botoksla eyni nəticəni verəcək, mimik qırışları azaldacaq. Bunun həqiqətən təsiri varmı? Deməli, bildiyimizə görə botoks, botulotoksin əzəliyə təsir edir. Yəni biz susi iğnələrlə yeridirik maddəni susi nahiyələrə, əzələlərə. Amma kremlər nə qədər krem belə deyək ki, keyfiyyətli, bahalı olmasa, o dərin qatlara təsir etmir. Düzdür, elə bir kremlər var ki, tərkibində pepsidlər, heksapepsid deyirik, botoksa oxşan bir təsir yarada bilər. Amma təbii ki, botoksu bu istisna etmir. Sadəcə mən məsələn nə məsləhət edirəm? Proseduru etdiniz, botulotoksin prosedurunu etdiniz, nəticəni əldə aldınız və o nəticəni uzun müddət saxlamaq üçün bu kremləri istifadə edə bilərsiniz. Amma deyək ki, o kremi istifadə et və o nəticəni al, düzgün deyil. Bəli. Sevinç xanım, söhbətiniz üçün çox təşəkkür edirik. Çox sağ olun ki, suallarımıza çox aydın izah elədiniz. Sonda isə son sualımı verərək yekunlaşdırmaq istəyirəm. Hələ də botoks etdirməyə tərəddüd edən pasientlərə nə məsləhət görürsünüz? Tərəddüd etməsinlər. Yəni heç bir qorxusu olmasın. Azı elə mənim dünənləri pasiyentim yanımda idi. Xanım yox, ancaq botoks yox. Sadəcə başa saldım ki, sən botoks nə deməkdir? Sən bilirsən nədir botoks? Bu da yayılan miflərə görə. Hə, miflərə görə və elə başa düşdüm ki, bu xanım botoksu o süni dolğularla çaşdırır. Təsəvvür eləyin də, süni dolğular hansı ki, ümumiyyətcə mənim yadımda deyir, haçan var idi. Artıq bir 15 il şükür Allah bizdə yoxdur. Ona görə düzgün məlumat, yəni öncədən prosedura gedəndən öncədən internetdə araşmalar etsinlər və yaxud ərinirlər, istəmirlər, vaxtları yoxdur, sadəcə həkimin yanına gəlsin və bütün sualları həkiminə versin. Mən məsələn, mənim yanıma gələndə böyük məmnuniyyətlə vaxtımı sərf edirəm bunun üçün və pasiyentə başa salıram botoks nədir, nə üçündür
Və əgər pasient həqiqətən istəmir, mən öz kolleqalarıma da məsləhət edirəm, istəmir etməyin. Yavaş-yavaş ayrı prosedurlarla bu prosedura biz yaxınlaşa bilərik. Və yaxud yox, hər kəsin öz şəxsi istəyidir. Yəni estetika elədir ki, estetika istəklə olmalıdır. Yəni biz xanıma gəlib, pasientə gəlib sənə mütləq botoks lazımdır, sənə mütləq dolğu lazımdır, sən nə gündəsən, o düzgün deyil. Yəni hər kəsin öz görünüşü var və o xanım, məsələn, hansısa xanım o görünüşdən razıdır. İstəmir o hansısa dəyişiklik olsun, hansısa ona bir prosedurlar eləsin. Məncə o düzgündür. Biz sadəcə yönəltməliyik, başa salmalıyıq ki, bunu etsək belə olar, etməsək belə olar. Okey, istəmirsən, tamam elə ayrı prosedurlarla və yaxud kremlərlə o da normaldır. Dərindən söhbətlərin ən birinci məqsədi budur ki, insanlara doğru məlumatları çatdırsın və maksimal dərəcədə insanları maarifləndirsin. Və düşünürəm ki, siz bunu çox yaxşı bacardınız. Təşəkkür edirik. Sağ olun, çox sağ olun. Bugün artıq Dərindən söhbətlərin 10-cu buraxılışını izlədiniz. Buna görə Araş şirkətinə təşəkkür edirik və həmçinin Sevinç xanıma da təşəkkür edirik ki, gəldi, dəvətimizi qəbul elədi. Siz isə izləmədə qalın bizi. Hələlik.